Bəli, Moskvaya parada getdim. Deyirsiniz İlham Əliyev niyə gəlməmişdi? İlham Əliyevin paradı da var, ordusu da var, qələbəsi. Bir dəqiqə kiri. Bəli, mən o paradda iştirak elədim. Deməli, son 80 ildə Moskvadakı hərbi paradda 2 qalib ordu keçir. Biri Azərbaycan ordusuydu, biri də Sovet ordusu. İstəyirsənsə deyim, bunu da bil. Deməli, İlham Əliyevin öz qələbəsi də var, müzəffər ordusu da var hər ildə. Bakıda qələbə paradı keçirirlər. Bizim paradımız olmadığına görə biz də gedib elə ki Moskvada baxırıq. Fikir versəydiniz, o paradda iştirak eləyənlərin heç biri indiyə kimi qələbəsiz adı olmuyor. Ona görə də gəlib orada tamaşa edirlər. Bax, elə bir bizim də qələbəmiz olsaydı, elə hər il Yerevanda izləyərdik. Heç Moskvaya da getməzdik. Yoxsa mənim nə işim var oradan basa-basa duram gedən Moskvaya, Putin də deyə oraya getmə, belə get. Haniyəm burada mənə qəzəl danışmayəsən, generallarım var, deyirlər ki, Bakıda çay içəcəyək. İndi hamısı haradadır, hamısı içərdədir, tanklarda başda gəlməklər parkında. İndi burada o haniyəm mənim əsəbimlə oynuyor. İndi sənə söz deyəcəm, mən müharibə vaxtlar və paltarına lapetin dalında qaçıb gedən mən idim, yoxsa sən idin, Sarkisyan idi. Zaqafqaziyada sənin kimi uğraş adam yoxdur. Mən beynimi oynatma. De görüm hanı sənin o aşırmayan səddin. Sənin səddi də, qəddini də qırdılar. Dovşan kimi qaçıb gizlənmişdin. Sarkisyan da, sən də Koçaryan da. Bambılı. Sən də kişilik olsa gedib ayarqa qoşulub gedərdin. Düz ayarı kişi deyil. Qərətə elə sən o gəlib barmağımı salıb gözünü tökərəm.